Mühasibatçılıq ümumiyyətlə elə sahədir ki, keçən il təlimdə də bununla bağlı sual verdi ki, sizcə bunu bu cür eləmək doğrudur? Mühasibatçıda hansı sahədə fəaliyyət göstərməyin çox böyük rol oynayır? Şirkətin özünün prinsipləri rol oynayır, uçot siyasəti rol oynayır. Məsələn, mən deyə bilmərəm ki, ticarət müəssisəsində bunu belə eləyirik. Gəl bunu tikinti fəaliyyətindən məşğul olan müəssisədə də belə elə. Və ya da tikinti fəaliyyətlə məşğul olan müəssisədə əlcəyin uçotunu da aparırıq. O deyənməzsən topdan satış müəssisəsi də onu o cür aparsın. Çünki birində əlcək tonlarla alınır, birində sayla alınır. Yəni fərqli-fərqli prizmadır. Burada elə bilirəm ki, rəhbər HR-a müəyyən məlumatları ötürməlidir və yaxud müəyyən imtahanlarımı deyim keçməlidir. Çünki mühasibat biraz o tətbiqdir deyə. Elə bilirəm hansısa o sorğu sualla götürmək yox, hansısa bir xırda bir məsələn məlumat verməklə, qısa məlumat məhdud sayda ki, filan hesabatı necə hazırlayıb verərsən. Özüm bir müəssisədə iş görüşməsində olanda, məsələn, baş mühasib vakansiyası üçün gələndə demişdim ki, hansı debitor sənə üzləşmə aktı göndərir, necə yoxlayarsan. Yəni, baxanda proses sadədir. Ta ki, mənim uçot proqramım yoxdur, gəlmişəm, heç nəyim də yox. Amma qaymə sistemimiz var vergidədir. Banklar hamısı biz çıxarışları rahat şəkildə endirə bilirik. O məlumatları, yəni o borcu çıxardıb müəyyən şeyə gələ bilərsən. Yəni qısa məlumatlar verib və sahibkar özü də müəyyən etməlidir ki, mühasibatdan gözləntisi nədir? İndi o məsələ də var.